Əziz izləyicilər, bu günləri biz sizin qarşınızda yeni buraxılışlarıq. Hər dəfə biz kiber təhlükəsizliyi müxtəlif mövzuları ilə sizin qarşınıza çıxırıq. Bu dəfə isə sizin əksəriyyətinizin marağında olan süni intellekt və kiber təhlükəsizlik mövzusunda danışacağıq. Bir çoxlarınız inboxlarımıza bununla bağlı suallar yazırsınız və daha sonra isə ənənəvi variantda bu sualı soruşursunuz ki, yaxşı, kiber təhlükəsizlikdən danışırsan, süni intellektin kiber təhlükəsizliyə nə kimi xeyri, nə kimi zərarı var? Və yaxud da ki, süni intellekt kiber təhlükəsizliklə necə əvəzlənəcək? Bu dünya necə davam edəcək? Bu kimi suallar verirsiniz. Bu günlər mən fikirləşdim ki, bu sualların cavabını təbii ki, mən yox, ekspertimiz verəcək və bugünkü ekspertimiz kiber təhlükəsizlik üzrə tanınan və bu mövzunu düşünürəm ki, ən yaxşı şəkildə bizlərə izah edən bir bəy olacaq. Bu Rəşad Əliyevdir. Xoş gəlmisiniz Rəşad müəllim. Xoş gördük. Çox sağ olun dəvətə görə. Görək nə mövzular olacaq, müzakirələr gözləyirəm. Buyurun. Çox sağ olun. Mən əminəm ki, bizim maraqlı suallarımız olacaq və suallardan daha çox cavablarımız maraqlı olacaq. Çünki Və nəsə suallar maraqlıdır. Çünki bu bir çox insanların öncə də qeyd etdiyim kimi marağında olan bir məsələdir. Hətta mən özüm də düşünürəm. Çünki mənim işimlə bağlı olaraq PR-dır mənim sahəm və mən çox süni intellektdən istifadə edirəm. Günümüzlə ayaqlaşıram bir çox insanlar kimi. Amma işimlə bağlı olaraq məndə daha çox bağlılıqlar yaranır və mənə maraqlı olur ki, kiber təhlükəsizlik sahəsində də olduğuma görə bu necə olacaq da? Yəni bu variantı biz necə idarə edəcəyik? Nələr olacaq, nələr olmayacaq? Ona görə mən suallarımın içərisində həm özümə maraqlı olan tərəflərdən verəcəm, həm də ki, izləyicilərimizə nələr maraqlıdır, onlardan verəcəm. Yaxşı, keçək ilk sualımıza. Birinci sualım odur ki, AI həm bizim müdafiəçimiz, həm də ki, bizim hücumçumuz ola bilərsə, biz hansı addımda rol dəyişdirdiyini necə anlaya bilərik? Necə bilərik ki, o bizim müdafiəçimizdir, yoxsa hücumçumuzdur? Süni intellektdən, ümumiyyətlə gəlin birinci süni intellektin inkişafından başlayaq. Son 2-3 ili bu artıq bizim həyatımızın bir hissəsidir. Yəni istifadə etdiyimiz əvvəllər kimsə qorxurdusa, süni intellekt hal-hazırki variantı istifadəsi, yəni ki, promptları və s. nəzərə alsa, bizim üçün bir alət kimi istifadə olunur. Bəziləri bundan qorxur, bəziləri deyir ki, bu artıq yəni öz yerini tutub və daha da inkişaf edəcək. Bəziləri bunu, yəni hər bir insan bir cür istifadə edir və bəziləri, yəni ki, köhnə insanlar bunu qorxurlar, belə deyək. Yenilikçilər və inkişaf etməyi düşünənlər bunu alət kimi düzgün istifadə etməyə çalışırlar. Və burada artıq vibe coding var. Yəqin eşitmisiniz. Yəni ki, bu proqramlaşdırmanın artıq ehtiyacı yoxdur. Sadəcə sözlərlə chatla və s. eləyirsən. Bizim hal-hazırda istifadə etdiyimiz, yəni ki, bütün məqalələrin və s. araşdırmalarımızın onun üzərində aparılması, hətta bəziləri psixoloq kimi onu istifadə edir və s. Yəni bu şeylər var və burada risklər və müsbət tərəfləri var. Müsbət tərəfləri odur ki, bu sənin işini rahatlaşdırır. Amma mənfi tərəfi odur ki, sən ora nə qədər çox məlumat vermiş olsan, sənin haqqında çox məlumat əldə edib, sabahları o hansı bir dövlətindir də. Yəni hər hansı bir dövlətin kurasiyasında belə deyə olan bir layihədir. O sənə qarşı istifadə oluna bilər. Necə ki, vaxtı ikən sosial şəbəkələr ya müəyyən bir siyasi çevrilişlərdə və s. rol oynayıbsa, psixoloqdur. Yəni ki, o sənin artıq sən onunla psixoloq kimi danışırsansa, o sənin psixoloji bir durumu bilib, sabah hansı bir antidesperantı atmağı deyə bilər və ya da ki, hər hansı bir dərmanı atmağı deyə bilər ki, o sənin həyatına son qoya bilər və ya da ki, hər hansı bir addım deyə bilər ki, sən onu ataraq öz həyatını tam dəyişmiş ola bilərsən, yəni mənfi tərəfə. Bu səbəbdən də o ilə işlədikdə, yəni ki, ChatGPT və s. digər, yəni hal-hazırki süni intellekt alətlərini istifadə etdikdə çox fərdi məlumatlar vermək tövsiyə olunmur. Eyni cürdə məqalə və s. yazanda. Hesab edin ki, siz məktub yazırsınız. Bir şirkətə adi məktub yazırsan, okey, burada adları istifadə edir. Amma sabahları şirkətdə bir strategiyanın qurulması ilə əlaqədar məktub yazırsansa və ya bir strategiya araşdırsan, orada artıq rəqəmləri vermə. Yəni aldadıcı bir rəqəmlər yaz ki, onları sonra sabahları özün çox rahatca dəyişə biləsən. Yəni bu hissələrdə bir balaca ehtiyatlı olmaq lazımdır və süni intellektin bizim həyatımızda müsbət və mənfi tərəfinin olmasını biz özümüz təyin edirik. Burada da yəni diqqətli olmağı tövsiyə edirəm. Keçənlərdə Facebookda belə bir post gördüm. Bir xanım yazıb ki, bəs mənim öz ChatGPT-mə sanki başqa bir adamın
ChatGPT-si daxil olubdur. Burada bir xanımla olan yazışmalar, bir xanımın özünün bölüşdüyü problemləri, dərdləri, yəni prosesləri mənim ChatGPT-mə düşüb və bununla bağlı bir neçə insanlar rəy yazmışdı ki, yox, ola bilməz, bəlkə sənin belə deyək də parolun oğurlanıb və yaxud da ki, bu nəsə bir qarışıqlıq yarana bilər falan filan. Bəziləri deyir ki, bu artıq başa düşmürük, bu yeni bir şeydir. Bəziləri yazıb ki, məndə də belə bir proses baş veribdi. Yəni çox qarışıq bir prosesə çevrilmişdi. Mənə maraqlı gəldi ki, bu əgər artıq süni intellektdə belə bir problemlər başlayırsa, bu birbaşa şəxsi məlumatların yayılması, bu artıq şəxsi məlumatlarımıza bir növdə tamamilə toxunulmuş bir prosesdir də. Yaxşı, bu situasiya nədir? Bu situasiya haqqında nə fikirləşirsiniz? Bu privacy məsələsidir. Yəni ki, fərdi məlumatlar və şəxsi məlumatlarla əlaqədar olan şeydir. Əslində süni intellektin inkişafı necə gedir? Yəni standart qayda belədir də, o əvvəlki datanın əsasında sənin yazdığın məlumatları onlarla müqayisə edərək sənə predictionlar verir və ya da ki, sənə müəyyən bir təkliflər verir. Və sənin yazdıqlarını da və ya sənin başına gələnləri də hadisə kimi öz arxivinə atır və növbətilərə tövsiyələr verir və beləcə get-gedə inkişaf etmiş olur. Ya burada o kiminsə məlumatının olması o sadəcə onun daha nə qədər tez sürətli işləməsindən və onun versiyasından asılıdır. Ya bu hal ola bilər və həmçində indi hal-hazırda Avropa dövləti və s. onun üzərində işləyir ki, ChatGPT kimi və digər məsələn DeepSeek və s. Çində yaranmış yəni süni intellekt modelləri var və bunların üzərində də çalışırlar ki, onlar o privacy məsələlərinə diqqət yetirsinlər. Çünki mən indi fikir verməmisiniz yəqin o təhlükəsizlik üzrə belə bir şey var. Yəni əvvəllər biz rahatca deyə bilirdik ki, məsələn filan modeli bizim üçün düşün, artıq indiki ChatGPT-nin indiki versiyalarında sən ona yazanda o deyir ki, təhlükəsizlik üçün biz bunun modelini vermirik sizə. Bəli. Yəni artıq get-gedə o təhlükəsizlik amilləri aktual olur. Çünki orada da nədir səbəb? Yəni bunun səbəbi nədir? Belə bir şey olur ki, yəni sən əgər o ilə danışırsansa və bunun nəticəsi mənfi təsir verirsə, bu daha kütləviləşirsə, artıq o sistemin özünə ziyan vura bilər və ya həmçində cərimələr və s. gələ bilər. Bu səbəbdən sən artıq ona növbəti dəfə bir intriqa yaradıcı bir mesaj yazdıqda və ya da ki, cavab istədikdə o artıq onu qadağan olunmuş kimi təyin edərək sənə cavabı vermir. Və bunun artıq yəni ki, qanunla əsaslandırmış olur. Hətta indi mən sizə bir gülməli bir nüans qeyd eləyəcəm. Biz xanımlar xoşlayırıq ki, türk qəhvəsi içib, daha sonra bu şəklini çəkib ChatGPT-yə göndərək. Son dövrlərdə artıq bunu ChatGPT-yə göndərəndə ChatGPT deyir ki, mən falçı deyiləm. Onu biraz məcbur eləyəndə ki, yox, sən axı indiyə qədər göndərirdin. Sən burada nə görürsən, hansı şeirlər göndərsən? O da qayıdıb artıq cümlələrinin içində bildirir ki, bu təhlükəsizlik baxımından və sənin həyatına artıq müəyyən bir ziddiyyətlər yaradacağı baxımından mən bunu verməyim sənə düzgün deyil. Və artıq əvvəllər ChatGPT bunu verirdisə, indiki dövrdə biraz məcbur edəndə bunu artıq göstərməməyə çalışır. Səbəbi də elə dediyim kimidir. Yəni burada privacy məsələləri var. Eyni şey əslində Google-da və s. də var idi. Və var. Siz sadəcə onları görmürsüz, yəni istifadəçilər. Google-da ümumiyyətlə məşhur internet saytlarında Millennium Act var. Millennium Copyright Act var, belə bir şey var. O nədir? Sən əgər bir kitabın varsa və ya musiqin varsa və ya müəyyən bir əsərin varsa, o internetə çıxıbsa, başqa bir resurs adından, sən çox rahatca o resursdan onu silmək haqqında sorğu göndərə bilərsən. Əgər silmirsə, sən o axtarış robotlarına sorğu göndərib, onun axtarışda çıxmamasını tövsiyə edə bilərsən. Və axtarışda çıxmır. Bunun üçün DuckDuckGo var saytı ki, o privacy-ni pozaraq, yəni ki, onları çıxardır. Google-da da elə şeylər çıxmır. Yəni siz ola bilər ki, hər hansı bir film haqqında axtarsaz, çox vaxt fikir verirsiniz, ödənişli filmlər çıxır. Ondan sonra artıq pirat və s. versiyaları yəni ki, çıxır. Bir müddətdən sonra bəzi ölkələrdə artıq onlar çıxmır. Bunlar nədir? Yəni ki, privacy-nin düzgün qorunmasıdır. Və ChatGPT kimi süni intellekt alətləri həmişə ümumiyyətlə yeni layihələr çıxanda pis yönümlü çıxır və artıq bir müddətdən sonra daha təkmilləşir və düzgün istiqamət düşünülərək ona formalaşmış olur. Və burada da artıq onlar düşünürlər ki, məsələn, fala baxılması, müəyyən bir mənfi bir hücumların olunması və s. bu şeylər sonda mənfi nəticə gətirib çıxardırsa, yəni ki, kütləviləşirsə, bunun qarşısını alırlar və get-gedə azaldırlar və yeni versiyonda artıq daha təkmilləşmiş əllər düşünürlər. Düzdür. Bu arada kibertəhlükəsizlikdə belə bir şey var, son trendlərdir. Xüsusi promptlar verilməsi üçün hücumlar olur. Yəni əvvəllər məsəl üçün verilənlər bazası üçün SQL injection var idi. Bu nə idi?
sizin ID gəlirdi saytda. ID-ni mənəm dırnaq işarəsi və ya müəyyən xüsusi simvollar istifadə edərək o verilənlər bazasına müdaxilə edə bilirdi. İndi nədir? ChatGPT-də yazırsan ki, məsəl üçün promptlar çıxır, xüsusi hətta saytlar var ki, orada promptlar haqqında məlumat verirlər. Məsəl üçün şəkli göndərsən, deyirsən ki, mənə bunun fala bax, o baxmır. Amma o şəklə yəni növbətidə deyir ki, hə, ChatGPT artıq təkmilləşib, bu dəfə bunu ignor edir. Növbəti sualı bu cür ver. Yəni şəkli göndər, ona de ki, məsləhət ver mənə, bunu görüm nə edə bilərəm. Və s. Bunun artıq xüsusi saytları var ki, yəni fokuslanmış o cür promptlar verirlər. Prompt deyirlər də o sizin yazdığınız mesajlara və promptlar verirlər. O promptları yəni ki, siz artıq düzgün verərək indi ChatGPT-nin indi qoyduğu filtri keçərək yeni bir istədiyiniz nəticəni yenidə əldə etmiş olursunuz. Sadəcə o siz qızlar biraz axtarsanız onu tapa bilərsiniz. Amma mən bir şey deyim ki, o bayaqlar dediniz ki, bəzi şeylərə görə bütün məlumatları ötürmək lazım deyil də kiber təhlükəsizlik nöqteyi-nəzərdən. Mən onu kiber təhlükəsizlikdən daha çox ona görə məlumatları ötürməməyə çalışıram, strategiyalar falan yazanda, ya müəyyən işlər görəndə. Deyirəm ki, mənim yazdıqlarım ora düşər və digər sonrakı hansısa bir əməkdaş artıq onu eləyəndə onun üçün rahat olardı. Çünki mən onunla danışıram, axı müəyyən kodlar verirəm, müəyyən şeylər deyirəm ki, bunu mən istədiyim kimi elə, bunu belə elə. Mən onu ağıllandırıram da öz ChatGPT-mi. Mən artıq orada bir növ paxıllıq kimi məndə yaranır ki, mən buna bu qədər əziyyət çəkmişəm. Başqası bunu daha tez tapmaması üçün mən ona bəzi şeyləri demirəm. Səhv deyirsiniz ki, qoy başqası araşdıranda səhv etsin. Bildim niyə mən də deyirəm, niyə məndə ChatGPT-də həmişə nəsə yazanda səhvlər çıxır. Hamısı sizin məlumatlardır. Hamısı mənim günahımdır. İndi növbəti suala keçək. Növbəti sualımız budur ki, kiber cinayətkarların əlinə düşəndə AI nə qədər təhlükəli ola bilər? Artıq düşüb. Yəni kiber cinayətkar da bizim yolda tanıdığımız hər hansı bir insan ola bilər. Necə ki, oğrular və s. kimi. Və onların əlinə, yəni ki, bıçaq bizim əlimizə düşəndə, biz onun çörək doğruysa, cinayətkarın əlinə düşəndə o insana, yəni hədə-qorxu gələ bilər ki, bir şeydir. Və kiber cinayətkarlar artıq süni intellekti düzgün istifadə etməyə başlayırlar və ümumiyyətlə kiber cinayətkarlar əvvəllər əgər ümumi fokuslanmış hücumlar edirdilərsə, indi artıq insanlara fokuslanmış hücumlar edirlər. Buna nümunə nədir? Bir 5-10 il bundan qabaq bizə mail gəlirdi. Hansısa Afrika ölkəsində bir milyonerdir, soyadı və ya nəsə bir səylə oxşar düşüb və bu 2 milyon dollar pul qoyub onu varis kimi götürməlisən. Beləcə, yəni bir fırıldaq modeli var idi. İndi isə daha fokuslanmışdır. İndi bilir ki, sənin telefonun modeli filandır və ya da ki, sən məsəl üçün filan hansısa bir kafedə oturursan, ona fokuslanmış hücum edir. Məsəl üçün deyir, sənə mesaj göndərir ki, sənin oturduğun kafedə 90% endirim var. Sənə gələn SMS kodu bizədir, biz sənə o endirimi vermiş olaq. Və ya da ki, sənin indi hal-hazırda telefonun köhnəlib, yeni telefon almaq istəyirsənsə, filan bir telekom şirkətində, kompaniyasında, yəni ki, kampaniya keçirdilər və bunu istifadə edərək, məsəl üçün kupon telefonu ucuz qiymət al və ya da ki, kredit əldə et tez bir zamanda və s. Bunlar nədir? Kiber cinayətkarlar artıq sənin datovu süni intellektə verərək araşdırır və sənin zəif tərəfi taparaq sənə fokuslanmış hücumlar etmiş olurlar. Yəni bu süni intellektdə var və yəni təbii ki, onun üçün modellər də var və get-gedə də yəni ki, bunlar fokuslanır. Buna görə də insanlar artıq yəni fikir verirsiniz, yəqin ki, son zamanlarda kiber sahəsində olan yəni ki, fırıldaqçılıq daha çoxalıb. Bunun səbəbi konkret insanlara fokuslanmış hücumlardır. Bəli. Hətta bu yaxınlarda belə bir nüansla qarşılaşdım. Qonşumuz Telegramda mənə belə bir mesaj yazıb ki, salam. Yo, o daha çox məşhur olanda belə bir şey yazıb ki, salam Aida, mən sənin haqqında ChatGPT-də geniş bir məlumat əldə etdim. Nöqtə qoyub. Sonra belə bir linkdir, ChatGPT və bir neçə də rəqəmlər. Yəni bunu normalda mən başa düşməsəm, yəni mən bunun haqqında bir az da olsa məlumatım olmasaydı, mən avtomatik olaraq girərdim də ora və bir neçə qonşularımız giriblər və müəyyən problemlər yaranıblar və qonşunun qapısını döyüblər, sənə görə kartımdan pul çıxdı, müəyyən problemlər oldu. Deyir ki, mənim xəbərim yoxdur da. Kartın, əslində onun Instagram
Telegramda oğurlayıblar, hə. Hə, Telegramda adamın oğurlayıb. Mən girməmişdim, çünki mən avtomatik bildim ki, belə bir Mhm. mesajlar phishing xarakterlidir. Heç əhəmiyyət belə vermədim. Amma sonra düşündüm ki, kaşki zəng gəlib deyərdim ki, sizin başınıza Belə bir belə bir şey. şey gəlibdi. Yəni ki, bunu ehtiyatlı olmaq lazımdır da. Hə, mən heç baxmadım, heç girmədim, həmin müddətdə fikir də vermədim. Amma ya belə bir hadisələr də artıq ChatGPT üzərindən ki, insanlar daha yaxşı inansınlar, daha yaxşı etibar eləsinlər. Birbaşa yəni çox qəşəng yazıb ChatGPT və şeydir, bir neçədən orada fərqli rəqəm və hərflər Domen qoyub. adının dəyişdirilməsi Bəli. üçün də o phishingin bir növləridir. Yəni sosial mühəndisliyə fokuslanmış bir şeylərdir, Bəli, bəli. hücumlardır. Və sonda o qədər kiçik şeylərlə gedib yəni bir neçə gəlib link və sonda bil ki, yəni ona çox adam fikir verməyib Təbii ki. avtomatik olaraq daxil olacaq. Yaxşı, biz növbəti suallarımızdan birinə keçək. Bəs bizim sosial şəbəkələrdəki davranışlarımız, müəyyən paylaşımlarımız və yaxud da ki, müəyyən burada post paylaşımlar edirik və öz məlumatlarımızı burada veririk. Bu artıq AI üçün bir zəiflik xəritəsinə çevrilə bilərmi? Yəni bu AI-da bizim üçün nə qədər AI ilə kiber təhlükəsizliyi burada qovuşdura bilər? Hansı problemlər yarada bilər bizə? Gözəl sualdır. Gəlin belə deyək də. Yəni çoxu deyir ki, heç nə paylaşmayaq. Bəzi bir qism insan deyir ki, hər şeyi paylaşaq da. Mən onun ortasında, yəni ki, tən ortada durmağın tərəfdarıyam. Necə? Yəni şəkil paylaş, amma ətrafa fikir ver ki, harda paylaşırsan onu. Bu bir. Və müəyyən bir məlumat paylaşdıqda da sözlərə fikir ver ki, o deyir yazılan yazıya pozu yoxdur da. Yəni o cür düşünərək paylaşmaq lazımdır ki, sabahları sənin o yazdığın məlumatlar və s. təkcə yəni ki, ChatGPT deyil, sənin o həmin o dostların arasında da qıcıq yaratmasın. Yəni bu cür. Və ChatGPT də onu istifadə edərək sənin psixoloji yəni modelvi düşünməsin. Bəziləri var ki, səhər durmağını çəkir, paylaşır, günorta yeməyini, işə getməyini, marşrutunu, qayıtmağını, axşam hardadır, necə yatır və s. hamısını paylaşırsa, bu təbii ki, artıq sənin bütün həyat modeli, yəni sosial şəbəkədə paylaşmağa qarşı çıxır. Bunu təkcə süni intellekt deyil, yəni ki, adi sənə hücum edənlər də çox rahatca istifadə edə bilərlər. Ola biləcək ki, sən filan marşrutdan gedirsən və məsəl üçün belə deyək, hal-hazırda mənim kompüterim zəifdir. Sənə bir dənə flaşka hədiyyə eləyəcəklər yolda, hansı ki, onun içində virus var və onunla sənin şirkətindən məlumatlar toplaya biləcəklər və ya subaysansa ona uyğun bir şey fikirləşəcəklər və s. Bu o deməkdir ki, sən hər şeyi paylaşa bilərsən hər şeyi, amma düşünərək paylaşmaq lazımdır o şeylər, yəni məlumatlarda və burada da bir balaca filtrlər və s. düzgün istifadə etməyi tövsiyə olunur. İndi sizə yenə bir öz həyatımdan nümunə çəkəcəm. Tam paylaşmayın. Yəni tam paylaşın desəm səhv deyərəm, tam paylaşmayın desəm səhv deyərəm və öz nümunənizdən qabaq, yəni ki, bu videodan sonra gedib amma bütün videolarını və ya şəkillərini silməyi tövsiyə etmirəm. Ya, təbii ki, təbii amma ki. növbətilərdə biraz filtr eləyib və aktivliyinizdə saxlamağı tövsiyə edirəm. Həmişə aktiv olmaq lazımdır ki, əlaqələriniz və s. geniş olsun ki, bilsinlər nə ilə məşğul olursunuz. Eynən. Onda biz nə edək? Yəni mən özüm üçün mənə maraqlıdır ki, mən nə edim ki, yəni bu lifestyle brandingdə və yaxud da ki, insan öz həyat tərzini verməlidir də. Bu yenə tam paylaşmamaq məsələsi olmayacaq və yaxud da tam paylaşmaq. Mən orada nə qədər diqqət etməliyəm ki, sonra adamın həyatına problem yaranmasın. Bu əslində müəllifi qulaq probleminə gəlib çıxır. Bir şey deyim də. Yəqin ki, çoxunuz görmüsünüz. YouTube-da və ya Instagramda nəsə video paylaşanda içində bir xüsusi məşhur bir mahnı onda onu kəsir. Bəli. Görmüsünüz? Bəli. Bu nədir? Həmin o müəllifin o məşhur saytlara, yəni ki, sorğu göndərməsidir, o xüsusi sistemdir ki, onlar deyirlər ki, bunu əgər kimsə paylaşırsa, mənim icazəm olmadan onu yəni ki, icazə yoxdur. Mənim icazəm olmadan o saytda və yayımlanmasına icazə verilməsin. Eyni şey də şəxslərə aiddir. Yəni ki, əgər live persondursa, müəyyən bir öz həyatı haqqındadırsa, bu adam verified olmalıdır və deməlidir ki, bu mənəm. Digərləri mənim klonlarımdır. Bunlar normalda bunları istifadə etmir. Mənim originalım budur və bunlar klonlardırsa çox rahat qoy işlətsinlər də, yəni. Amma əsası budur və digərlərini siz rahatca report edib silə bilərsiniz. Buna gətirib çıxarmaq lazımdır və orada artıq verifikasiya məsələlərinə gəlib çıxır. Buna nümunə nədir? Bir neçə il bundan qabaq Rusiya prezidentinin bir çıxışı var idi. Vkontakte haqqında danışırdı. Deyir ki, bir dəfə, yoxsa Odnoklassniki deyir, bir dəfə girdim sosial şəbəkəyə, öz adımı axtardım. Deyir, çox qəribədir, deyir, 60 nəfər mənə oxşar adam çıxdı. Hamısı da mənə oxşayırdı. Hamısı mənə kimi yazışırdı.
Ya bu nədir? Yəni bir adamın yəni çoxlu klonlarını yaradıblar. Bu sadəcə zarafatca onu dedi. Yəni təbii ki, yəni Bəli. eyni şey əslində bunun bir orijinal öz profili var və bunun bir neçə adamla, yəni ki, ola bilər fanatlar, ola bilər kimsə paxıl olsun, paxıllıq eləsin və s. Yəni ki, fake akkauntlar yaratsınlar. Amma orijinal olmasının, həmin o insanın həqiqətən də özü olması üçün bir neçə prosedura riayət etmək lazımdır. Birincisi onun həqiqətən də bu şəkillərin ona aid olmasını düzgün müəllifi qulları məsələsini düşünmək lazımdır. Bu bir. İkincisi ki, onun sosial hesabları və s. verifikasiyası keçməlidir. Bunda bir neçə qaydası var. Birincisi bir dənə saytını açır. Saytında öz lokal, yəni sosial şəbəkələrinə linklər qoyur. İkinci növbəti də həmin o sosial şəbəkə hesablarını verified edir. Bu Okay. qədər keçmiş olur. Yəni ki, burada artıq orada çünki səhv etmirəmsə X platformasında və s. hətta şəxsiyyətin sən olduğunu sübut etmək üçün səndən şəxsiyyət vəsiqəsini və s. də istəyirlər ki, sən sübut edəsən ki, bu mənəm. Və ondan sonra artıq o Bəli. dəyişikliklər və s. etmiş olsan. Yəni bu hissələrə diqqət yetirsəniz, digərləri paylaşdıqda heç bir yəni ki, ictimai və s. report vermədən çox rahat şikayət edib o hesabı bağlatdıra bilirsiniz. Və biz Və ümumiyyətlə düzgün monitorinqlər qurmaq lazımdır ki, sizin haqqınızda başqa yerlərdə məlumat verildikdə onu sildirəsiz o dəqiqə. bəli. Və biz ümumiyyətlə brendinqdə çalışırıq ki, insanlar özlərinin mütləq saytları olsun. Yəni balaca da olsa, yəni orada Vizitka saytı, hə. vizitka sayt, yəni məsələ orada bir çox bölmələrin funksiyalarının Ad, olmağından gətirib soyad, vizitka. ad, soyad, vəzifə və bir də sosial hesabları kifayət edir. Bəli, Bir də bəli. şəkil və s. də. Bəli, bəli. Kimdir qısa Hə. bir məlumat, vizitka bir soyad olması bizim üçün ən uğurlu bir növdür. Əslində çox maraqlı gedir sizlə suallar, çünki bu izləyiciləri qoymuşam bir kənara, özümlə bağlı artıq suallar verirəmsə ki, Gözəl, əslində elə olmalıdır. bəli. Çünki bu dəqiqə çox aktual bir mövzudur və başımıza gün ərzində çox belə bir proseslər gəlir, işlər gəlir və insan fikirləşir ki, hamısını öyrənsin və nəticəyə çıxarsın. Mən özüm də əvvəllər sosial şəbəkələrim də daha çox aktiv idim və bu dönəmdə, indiki dönəmdə isə ümumiyyətlə sosial şəbəkələrim açıq olsa da, amma məlumatlar paylaşanda və müəyyən yerlərdə olanda, müəyyən storylər qoyduğum və postlar paylaşanda artıq çox diqqət edirəm hər şeyə və məsələn əvvəllər olduğum yerdə idimsə, avtomatik olaraq olduğum yerdən bir şəkil paylaşırdım, onu yeri etiketləyirdimsə və ya da bir hashtag qoyurdum, nəsə yazırdımsa, indi elə deyil. Oranı tərk etdikdən sonra Mən də elə edirəm. bəli, oranı tərk edirəm və oradan tamamilə uzaqlaşıram. Yaxşı, Ondan sonra və müəyyən məlumatlar, müəyyən bir sözlər yazanda hansı tutalım bir tədbirdən paylaşmıramsa, tədbir tamamilə qurtarır, bütün proseslər bitir. Ondan sonra mən artıq onun paylaşımlarını eləyirəm. Amma əvvəllər belə deyildi. Görürəm ki, günümüzə uyğunlaşmaq lazımdır ki vəziyyət artıq ciddiləşir və həyəcan təbilini çalmağın vaxtıdır. İndi mənim sizə başqa bir sualım var. Yaxşı, gələcək kiber hücumlar insanın fərqinə varmayacağı qədər ağıllı ola bilərmi? Yəni yalnız hücumu AI-mı hiss edəcək, yoxsa necə? Gözəl sualdır. Əslində gələcək inkişafımızı, yəni ki, burada sual qarşısına qoydunuz. Yəni texnologiyanın inkişafı kiber təhlükəsinin qarşısını almayacaq. Çünki kiber təhlükəsizlikdə belə bir şey var, avtomatlaşmış alətlər var, amma yenə də insan faktoruna ehtiyac var həmişə. Çünki insan yəni bir qeyri-adi bir üsul fikirləşir həmişə və o üsul əvvəlki illərdə görülməmiş bir üsuldur. Yəni süni intellekt nədir? Əvvəlki təcrübələrin əsasında yeni bir ideyalar vermiş olsa, insan sonra da qeyri-adi bir üsul düşünür. Və bu qeyri-adi üsul, yəni stabla böyük bir kiber təhlükəsizlik boşluğuna və ya da ki, kiber təhlükəsinin qarşısını almaq üçün bir üsula çevrilmiş olur. Ona görə insan faktoru həmişə lazımdır. Amma kiber təhlükəsizlik həmişə süni intellekt alətlərinin isə alət kimi istifadə etmək lazımdır. Və burada risk deyil, riski düzgün düşünmək və ya da ki, onu düzgün istifadə etmək, yəni aləti düzgün istifadə etməkdən gəlib çıxır. Yəni bu hissəsini artıq düşünmək lazımdır ki, biz onun yəni ki, çıxan boşluğu, yəni ki, ona qarşı necə düzgün istifadə etmək lazımdır. Çünki burada hücum və müdafiə modelləri var. Və siz yaxşı ki qeyd elədiniz, orada insan faktorunun olması məsələsi
biz bəzən düşünürük ki, artıq süni intellekt hər şeyi əvəz elədiyinə görə və süni intellekt düzdür, biz həmişə deyirik ki, hər şeyi əvəzləyə bilər, amma ki, bizim networkingimizi, şəbəkələşməyimizi, insan ünsiyyətini, canlı ünsiyyəti əvəzləyə biləcək qabiliyyətdə deyil də. Bəli. Hələ ki belə bir nəzəriyyə var və belə bir şey var ki, artıq abituriyentlər və yaxud da ki, yeni sahə öyrənmək istəyən daha gənclər fikirləşirlər ki, hansı sahəni öyrənsinlər ki, hansı sahəyə getsinlər ki, onlar üçün birinci fikirləşirlər yaxşı pul qazansınlar və daha sonra isə süni intellekt bunu əvəzləməsin. Biz həmişə kiber təhlükəsizliyi daha çox önə çıxardırıq ki, yəni gələcəyin ixtisasıdır. İnsan burada həm insan faktoru olacaq, həm yaxşı sizin əmək qabiliyyətiniz olacaq. Bunu həmişə kiber təhlükəsizliyi önə çıxartmağa çalışırıq və əslində podkastımızın məqsədlərindən də biri odur ki, bu sahəyə yeni insanların cəlb olunması, bu sahənin necə faydalı olması, həm insanların maariflənməsi, həm də ki, bu sahəyə yeni insanların cəlb olunmasına biz gətirib çıxardırıq. Növbəti suallarımdan biri budur ki, əslində ümumiyyətlə biz sürətli inkişaf etsək də, amma davamlı olaraq dedikodular və insanların həmişə dediyi bir düşüncələr olur və müəyyən özlərini qorxudurlar bəzən gələcəklə bağlı. Belə bir miflərdən biri də var ki, fikirləşirlər ki, artıq gələcəyin xakerləri kod bilməyən insanlar olacaqlar və amma bunlar AI-dan istifadə edən insanlar olacaqlar. Belə bir miflər gəzir. Yaxşı, bəs bu nə qədər AI üçün təhlükəli ola bilər? Əvvəl də qeyd etmişdim, yəni promptlar erasıdır. Yəni ki, artıq promptları və s. istifadə edirlər. Bunlar düzgün istifadə edənlər artıq yəni ki, hər şeyi bacarmış kimi sayılırlar. Çünki o yaxşı yazandır, yaxşı alət istifadə edir. AI hacker əvəzləməyəcək, amma AI aləti olacaq. Və indiki dövrdə, yəni indi hər 2-3 ildən bir müəyyən bir keçid dövrü olur. İndiki keçid dövrü, yəni əvvəllər Web 2-yə və s. keçid idisə, indiki keçid dövrü süni intellektin keçid dövrüdür. Və bunu istifadə edən startaplar və s. var. Yəni düzgün hal-hazırda yəni startapların çıxın bir dövrüdür. Yəni ki, işıqlanır və s. və süni intellekt alətlərini düzgün istifadə edirlər. Burada yəni ki, o alətləri istifadə edərək yaxşı hücum edənlər olacaq. Və o əgər kimsə deyirsə yaxşı hackerdir, o əslində hacker deyil, o aləti düzgün istifadə edən hackerdir. Yəni belə bu cür deyək. Çünki əslində hackerin özündə növləri var da, ağ, qara, boz və ya script kiddie və s. Yəni ki, ona qaldıqda bir neçə il bundan qabaq YouTube-dan düzgün videoya baxıb onu riayət edib kiminsə Instagramını sındıranlar da hacker deyirlər. Əslində onlar script kiddilərdir. Hansı ki, müəyyən bir ssenariyoya gedirlər. Yəni indikilər də o yəqin ki, növbəti illərdə o ilə əlaqədar yeni terminlər çıxacaq ki, AI, hacker və s. belə şeylərə çıxacaq. Bu növbəti illərdə özünü göstərmiş olacaq əslində. Okay. Yaxşı, belə bir sual da verəcəm sizə. Bəzən biz düşünürük ki, güclü müdafiə üçün AI-ya güvənirik. Yaxşı, biz AI-ya nə qədər çox güvənməliyik? Yəni bu tam güvənmək olarmı, yoxsa AI-ın da özünün müdafiəçiyə ehtiyacı var? Antivirusların кейsini üzərindən danışım. Bilirsiniz ki, hal-hazırda gündəlik bəlkə də milyonlarla virus çıxır. Və siz flaşkanı kompüterinizə taxdıqda antivirus sizin flaşkanızı skan edərək 2 saniyənin içində deyir ki, burada virus var ya yox. Özünüz hesablayın ki, son il ərzində hesablasaq milyardlarla virus var. O milyardla virusu bir dənə flaşkanı salıb 2 dəqiqə ərzində skan etmək mümkün deyil. Fiziki olaraq da. Amma orada istifadə olunan müəyyən bir üsul var. Virusların headerini yoxlanması və s. header uyğun olaraq düzgün yoxlaması və s. və beləcə sənin flaşkanı yoxlayaraq, yəni ki, düzgün tez bir zamanda həlli vermiş olur. Əslində AI-nin özünün müdafiəsi də, yəni ki, burada ondan çıxır ki, yəni ki, AI özü inkişaf edir və bunun inkişafı ilə əlaqədar, yəni ki, təbii ki, yeni modelləri və s. belə, yəni ki, inkişafı gedir və növbəti illərdə də, yəni ki, AI-nin müdafiəsi kimi bir şey düşünmək biraz o əslində yəni ki, növbəti illərdə göstərilən bir cavab olacaq. Yəni bunun indi cavabını vermək düzgün deyil. Və buna uyğun olaraq mən sizə əslində başqa şey də bir də deyə bilərəm ki, inkişafla və ya da ki, aşağı getməklə əlaqədar bir neçə il bundan qabaq, yəni ki, əvvəlki illərdə pensiyaların alınması məsələsi vardı. Əvvəl adamlar gedirdi poçtda, oradan pul alırdılar və gəldi. ATM-lər çıxanda dedilər ki, o heç nədir işləməyəcək və yəni amma inkişaf etdi və hal-hazırda yəni ki, bizim yaşlı insanlar daha savadlıdırlar. Yəni ki, oradan yəni ki, düzgün educate olunublar da, yəni ki, rahatca pul çıxarda bilirlər. Eyni şey taksilərin çıxması ilə də əlaqədardır. 10-15 il bundan qabaq taksi ancaq insanlar toya getmək üçün istifadə edirdilər. Bəli. Sonra zəng edirdilər, toya getmək üçün istifadə olunan taksilər deyirlər ki, o batacaq.
Və ondan sonra artıq applicationlar çıxanda o zəng olunan taksilər deyirdi ki, o batacaq. Amma indi hal-hazırda biz burdan 2 addım marketə gedəndə də az qala taksi istifadə etmiş oluruq. Süni intellektin də inkişafı elədir. Hamı deyir ki, bu batacaq və ya da kimlərsə deyir ki, bu inkişaf edəcək. Və köhnə görənlər deyir ki, yox, bu düzgün deyil və ya da ki, bu yaxşı üsul deyil. Amma onu düzgün alət kimi istifadə etdikdə, o artıq inkişaf etmiş olacaq və biz onun müdafiəsini və s. də orada artıq düşünmüş olacaq və süni intellekt özünü, yəni ki, kifayət qədər formalaşdırıb inkişaf etdirəcək. Maraqlıdır. Suala biraz başqa frontdan cavab verdim. Yəqin ki, Yo, əslində hamısı bir növ belə deyək də, inkişafla bağlı olan bir şeylərdir. Sizə öz uşaqlığımdan bir nümunə çəkəcəyəm. O vaxt atamın bir Motorolası var idi telefonu və o Motorolanda belə antenalar var idi. Biz bulvara tez-tez mənim atam aparırdı ki, oturaq orada. Orada da Mirvari kafesi var idi. Həmişə belə şeydə pulu verəndə çıxardırdı kaşlokunu, nə bilim oradan pulu çıxardıb, nə bilim şey eləyənə qoyana. Mən bir dəfə ona demişdim ki, bu çox çətin bir şey deyil, bu çox çətin bir şeydir də. Niyə buna nəsə bir şey yoxdur ki, onu tez ödəyəsən və yaxud da kələbəkə bu telefondan ödəyəsən. Təsadüfən bunu demişdim. Atam da mən gülmüşdü ki, sən dəlisən, ondan adam pul ödəyər, kişinin pulu üstündə olar. Belə şeylər haqqında düşünmə. Bu belə bir şey ola bilməz. Və o günlərdə bunu atama xatırladıram. Deyirəm ki, yadımda da vaxt belə bir şey deyirdim. Amma indi heç bizim kaşloka ehtiyacımız yoxdur da. Telefonla artıq ödəyirik. Hər şey bunun üzərindən eləyirik. O da deyir ki, hə deyir, heç o vaxt adamın belə şeylər ağlına gəlmirdi də. Yəni artıq gör indi növbəti illər üçün hələ nələr baş verəcək. Mənim düşünürəm ki, suallarımız biraz müəyyən kifayət eləməsin, yəni çox danışa bilməsək də vaxt qıtlığından dolayı. Çünki bu mövzu çox geniş bir mövzudur və biz bunun üçün bəlkə günlərlə vaxtımız gedər ki, süni intellekt, kiber təhlükəsizlik, bunların uyğunlaşmasından daha çox danışaq. Və mən bir sual da vermək istəyirəm. Ümumiyyətlə, əgər AI-ın yaratdığı hücumu AI aşkar edərsə, bu zaman nə baş verər? Yəni bu necə bir şey ola bilər? Əslində son zamanlar mən o sual verəcəksəm, deepfake var. Yəni deepfake süni intellekti istifadə edərək insanın çox rahatca videoların hazırlanmasıdır. İndi hal-hazırda yeni bir üsul var, startaplar var ki, süni intellektdən həmin o deepfake-in tapılması. Bəli. Yəni bu nədir? Yəni süni intellekt bir modeli hücuma fokuslanmışdır. Digər model isə sadəcə ona, yəni onun müdafiəsinə fokuslanmışdır. Eyni cürdə firewalllarla əlaqədardır. Yəni süni intellekt artıq firewallların idarə olunmasında və s. yəni ki, hücumlarda artıq sənə gələn sorğunun behaviorundan asılı olaraq, yəni ki, onun hücum olduğu hesablanır və süni intellekt onun həqiqətən də doğrusu insan olmasını və ya da ki, süni intellekt tərəfindən və ya da ki, ümumiyyətlə hücum olmasını formalaşdırır və onun qarşısını almağa çalışır. Və burada da yəni ki, hücumun və müdafiənin süni intellektdə hər iki tərəf onu düzgün istifadə etməyə çalışırlar. Və burada kimin qalib gəlməsi artıq yəni texnologiyanın yəni ki, müharibəsidir. Yəni burada hansı hissə qalib gəlməsi məsələsi olmayacaq. Biri qalib gələcək, sabahları məğlub olan hissə yeni bir model düşünüb onu qalib olacaq. Və beləcə yəni ki, Holy War gedəcək. İndi siz onu dediniz ki, videonun hazırlanması məsələsi bu yaxınlarda rəfiqəmin birinin başına belə bir hadisə gəlibdi. O ictimaiyyətdə tanınan bir xanımdır. Və xanımın sosial şəbəkələri açıqdır. Onun şəkillərini götürüblər və süni intellekt vasitəsilə videosunu göstəriblər. Xanım orada deyir ki, narahat olmayın, mənə orada pul istəyir və vəsiqəsini də göstərir. Birbaşa vəsiqəsinin ön və arxa hissəsini göstərir. Yəni paylaşıb ardasa mən Bəli. Kiməsə vəsiqəsini mi göndərib, necə olubsa və bundan əlavə olaraq artıq xanıma onun adından bir neçə pullar istənilib və şikayətlər bu dəqiqə xanımın üzərində var və məsələ polisdədir və çıxarda bilmirlər ki, bu necə olub da və polis ona bildirib ki, və belə bir hadisə artıq yayılmış bir üsuldur və bir neçə sizdən başqa da adamlar var ki, eyni hadisədən əziyyət çəkirlər. Təəssüflər olsun ki. Bunun əslində bir qısa qeydimi deyim, bunun qarşısını almaq üçün siz belə Telegramla da əlaqədar case dediniz. Əslində bütün bu cür hadisələrin qarşısını almaq üçün ikili autentikasiyaya ehtiyac var, ikili təsdiqə. Yəni adam paylaşıbsa onu və ya nəsə də, yəni həqiqətən ola bilər pula ehtiyac var və ya nəsə bir şeydir. Yəni o hissəsinin müzakirə olunması deyil.
adama zəng eləyib əlaqə saxlayıb soruşmaq lazımdır ki, həqiqətən də bunu paylaşmısanmı? Və həqiqətən də belə bir hadisə varmı? Yəni bu ikili təsdiq gedir. Yəni biri ümumi mass mediada paylaşıbsa, ikinci şəxsən yəni ki, soruşmaqla dəqiqləşdirmək lazımdır ki, belə bir hadisə varmı? Hətta üçlü və s. də olsa daha yaxşı olar ki, dostundan da soruşsan ki, belə bir onu tanıyırsan da o həqiqətən də belə bir kampaniya keçirdirmək və ya bu cür bir şey var. Ya burada artıq o prosesin dəqiqliyini əldə etmək olur. Bir kanalla, yəni onun paylaşılması və ya da ki, ora pulun göndərilməsi artıq səhvdir. Bəli. Göndərəndən səhvdir. Bəli, bəli. Təşəkkür eləyirəm. Buyurun. Çox sağ olun. Siz çox sağ olun ki, Minnətdaram, dəvət xoş elədiniz. oldu və sizdən son olaraq istəyəcəm ki, nacizanə izləyicilərimizə öz tövsiyənizi bildirəsiniz. Kiber təhlükəsizlik sahəsində əslində qısa bir qeydimi deyim ki, bu sahə üzrə daim aktiv olmaq lazımdır. Ümumiyyətlə texnologiya çox inkişaf edir və bu gün bizim bildiyimiz güclü bir şey 2 gündən sonra və 2 saatdan sonra ən zəif bir sistem ola bilər. Bu bir. İkincisi ki, çalışın ki, daha təhlükəsiz qalmağınız üçün yenilikləri izləyin. Təşəkkür eləyirəm. Çox sağ olun. Xoş oldu. Əziz izləyicilər, bugünkü mövzumuz süni intellekt və kiber təhlükəsizlik mövzusu üzərində idi. Ümid edirəm ki, müəyyən suallarınızı bu mövzu ətrafından götürə bildiniz, cavablarınızı ala bildiniz. Çox sağ olun. Növbəti buraxılışlara dək. Hələlik.